salamlayıram. Baxırsınız, dəyərləndirirsiniz. Çox sağ olun, minnətdarlığımı bildirirəm. Bugün bir dənə super dadlı bir, qeyri-adi bir yemək hazırlayacağam. Həmişə mama ilə yemək bişirəndə məsləhətləşirəm ki, neyi nə qədər qatsam, necə olar. Onu da xatırladım ki, aşpaz da görəm də bildiklərimdən çəkib paylaşıram. Bilmədiklərimi də ki, indi dostdaşnada indi yemək bişirən çox onlardan məsləhətləşirəm. Mamadan məsləhətləşirəm. Bugün dedim ki, balıqdan bir sos hazırlayacağam. Dedi, sən Allah onu da yemək bişirirsən. Yəni bilmədi necə bir yemək. Özüm bir dəfə bişirib yemişəm. Yəni yerimiz mənim həqiqətən əla olur. Deməli bu da bölgə balığıdır. Beluga deyilir buna. Bu bölgə balığını deməli ət maşınından çəkəcəyik. Ondan sonra deməli küftələr hazırlayacağıq ondan. Kartof vurulacaq, soğan. Deməli beluganın tərkibinə çiğ soğan vurulacaq, bir də yağ soğan eləyəcək. Sonra petruşka, cəfəri bu vurulacaq. Tomat, duz, istiot, bir də duru yağ. Deməli bu kartoşka pişəndən sonra bir hardasa 10 dəqiqə kartoşka pişəcək. 10 dəqiqə pişəndən sonra noxudla hazır küftələrimizi bir yerdə əlavə edəcəyik üstünə. Gəlləs, hə? Əziyyət. Yaxsan. Çağıra. Bunu indi mən küftə eləyib salıram da ora məsələn. Onu heç küftə eləməyib, hazır hələ bu cürünü sokladır baxa bilərsiniz. Yəni eyni bir şey demək olar. Bu indi küftənin də özünə məxsus dadı olur.
Bunu da qurdalamaq olmaz. Bir nəva belə tərk edirsən. Bütün tomatı batır bunların üstünə. Bu cür. İkinci noxudunu əlavə edirik. Noxud nə qədər çox olsa, bir də belə dadında əla olur. Bəh, yer büzmə. Əla olur. Nur. Yer üzmənim usta. Damın necə olduğunu da deməyə ehtiyac yoxdur da. Belə siz də belənçində maraqlı videolar. Məsələn, bu demək olar ki, ilk dəfədir də məsələn belə bir video. Çox da yoxdur məsələn. Balıq küftəli bir sos yoxdur mən bilən YouTube kanalında. Siz də belə maraqlı videolarla görüb, baxıb, pişirmək istəsəniz, Ziya Bakı YouTube kanalına abunə olun. Yeni videolarımız gələcək. Şirniyyat sevənlər, müəyyən desertlər istəyənlər olsa, maraqlanan Xanım Mətbəxdə kanalına da abunə ola bilərsiniz. Biri-birindən yaxşı nemətlərlə rastlaşacaqsınız. Siz də yəqin ki, pişirəcəksiniz, nuşucanlıqla yeyəcəksiniz. Yer üzmə, görüşərik inşallah.